Uzaq Sahillərdə filminin Anjelikası Agniya Yelkoyeva barədə maraqlı faktlar. Atası Boris məktəb müəllimi olub. İkinci Dünya müharibəsində itkin düşüb. Anası ikinci dəfə ailə qurmayıb. Ailə Leningrad blokadasını yaşayıb. Agniya Leningradın teatr institutuna daxil olub. Aktrisa ali məktəbi bitirdikdən sonra bir neçə filmdə çəkilsə də, ona SSRİ-də ən böyük məşhurluğu gətirən Uzaq Sahillərdə filmi olub. Agniya aktyor Gleb Selyanin ilə tanış olub. Evlənib, onların bir qızı dünyaya gəlib. Lakin bu ailənin ömrü uzun olmayıb. Keçmiş əri ikinci dəfə evlənsə də, aktrisa yenidən ailə qurmayıb. Aktrisa ailə həyatını, şəxsi işlərini qapalı saxlayıb. Bir sıra filmlərdə çəkilib. O, ABŞ-a gedərək uzun illər orada yaşayıb. Bəzi məlumatlara görə Uzaq Sahillərdə filminin çəkilişləri zamanı baş rolun ifaçısı Mixailonu oynayan aktyor Nodar Şaşıqoğlu'na vurulub. Nodar Şaşıqoğlu bu barədə belə deyirdi. Özümə qəti qadağa qoymuşdum ki, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi, amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi. Agniya Yelkoyevanın Anjelika rolunu Azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib. Aktrisanın kino karyerası 1953-cü ildən 1988-ci ilə qədər davam edib. Agniya 2024-cü ilin 2 iyununda 94 yaşında vəfat edib. Vəfat səbəbi açıqlanmayıb.